Gündəm bu şəxslərin ölkədən çıxışı ilə bağlı qadağa qalxacaq. Prezident İlham Əliyevin fiziki şəxslərin problemi kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanından irəli gələn məsələlərə dair bütün hüquqi nəticələr ləğv olunacaq. Bu sözləri axır nöqtədə vaxtı keçmiş kredit borcları ilə bağlı yaranmış məhkəmə işləri ilə bağlı danışan prezident yanında əfv məsələləri komissiyasının üzvü Əli Məmməd Nuriyev deyib ki, komissiya üzvü vurğulayıb ki, prezidentin fərmanının əsas məzmunu da məhz bundan ibarətdir. Prezident İlham Əliyevin fiziki şəxslərinin problemi kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmandan irəli gələn məsələlərə dair bütün hüquqi nəticələr ləğv olunacaq. Söhbət ancaq 10 milyon dollara dək olan problemi kreditlərlə bağlı məhkəmə işlərindən gedir. Prezident mexanizmlərin müəyyənləşdirilməsi ilə bağlı müvafiq qurumlara göstəriş verib. Bu mexanizmlərlə bağlı meydana çıxan bütün məsələlər məhz fərmana uyğun olaraq həll olunacaq. Hər bir məsələyə isə fərdi qaydada baxılacaq. Nuriyev bildirib ki, fərmandan irəli gələn məsələlərlə bağlı hər kəsin hüquqi tam bərpa olunacaq. Əvvəla 10 min dollara qədər olan kredit borcuna görə kimisi həbs olduğunu güman etmirəm. Fərmanda göstərilən məbləğədək kredit borcuna görə məhkəmə qərarları əsasında ölkədən çıxışına icazə verilməyən şəxslər üzərindən bu qadağa götürüləcək. Sözügedən kateqoriya kompensasiyalarının verilməsinə görə komissiya üzvü fərmanda göstərilən şərtlərə əsasən sosial ədalətə təsir göstərən bütün faktorların bərpa olunacağını deyib. Fərmanda qeyd olunub ki, devalvasiyadan sonra ödənilmiş kredit faizləri arasındakı fərq qaytarılacaq. Bu deməkdir ki, qərar göstərən məbləğədək 10 milyon ABŞ dolları kredit borcu olan şəxslərin işlərinə aid ediləcək. Belə ki, həmin kredit məbləği həcmində kredit borcu olan sahibkarlıq subyektləri qərardan yararlana biləcəklər. Yəni, bu güzəşt hüquqi şəxs olan biznes subyektləri və kommersiya qurumlarına şamil edilmir. Dinlədiyiniz üçün təşəkkürlər. Dinlədikdən sonra Mir TV kanalına abunə olmağı unutmayın.